Türkiyənin sabiq prezidenti Süleyman Demirel illər əvvəl jurnalist Vahid Mustafayevə müsahibəsində deyib ki, sabiq prezident Əbülfəz Elçibəy Kələkiyyə getməzdən əvvəl idarəçiliyin Heydər Əliyevə həvalə olunması ilə bağlı Türkiyənin də rəyini öyrənib. Demirel Bakının həmin dövrdə ciddi siyasi böhran və təhlükəsizlik çətinlikləri ilə üzləşdiyini, bu vəziyyətdən çıxış üçün əsas fiqur kimi Heydər Əliyevin ön plana çıxdığını bildirib. Onun iddiasına görə bu proseslər zamanı Amerika ilə də məsləhətləşmələr aparılıb və Türkiyə rəhbərliyi də vəziyyətdən çıxış üçün Heydər Əliyevin liderliyini daha uyğun hesab edib. Qlobal İnfoza danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycan xalqının iradəsi və tələbi nəticəsində baş tutub. Stat: Azərbaycan xalqının onu milli lider kimi görməsi bu prosesin reallaşmasını təmin edib. Xalqın dəvəti və israrlı çağırışları nəticəsində Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, çətin vəziyyətdə olan Azərbaycana qayıdaraq ölkəni xilas edib. Məsələnin əsas mahiyyəti bundan ibarətdir. Hansısa xarici ölkədə verilən rəylər isə yalnız təfərrüatdır və ciddi arqument kimi qəbul edilməməlidir. Heydər Əliyev iyunun 15-də hakimiyyətə gəldi və Azərbaycan parlamentinə sədr seçildikdən dərhal sonra 1993-cü ilin oktyabrında keçirilən seçkilərdə xalqın 90%-dən çoxunun dəstəyini qazandı. Bununla da ölkəmizdə yeni mərhələ başladı. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.